Xocalı soyqırımının 34-cü il dönümü ilə bağlı qardaş Türkiyədə silsilə anım tədbirləri keçirilir. Türkiyə Böyük Millət Məclisində başlayan anım mərasimi elə bu dəqiqələrdə də davam edir. Ankaradan xüsusi müxbirimiz Yalçın Tahiroğlu bizimlə birbaşa bağlantıdadır. Yalçın, il dönümü ilə bağlı qardaş ölkədə daha hansı tədbirlər keçirilir? Efirdəsiz, söz sizdə. Hər vaxtınız xeyir. Hər il olduğu kimi bu ildə Xocalı soyqırımının qurbanları Türkiyənin müxtəlif şəhərlərində silsilə tədbirlərdə anılırlar. Paytaxt Ankara və digər şəhərlərdə, nüfuzlu universitetlərdə konferanslar, panellər, anım mərasimləri təşkil edilir. Türkiyə Böyük Millət Məclisində Xocalı soyqırımının il dönümü ilə bağlı anım mərasiminin keçirilməsi isə son illərin önəmli ənənələrindən birinə çevrilib. Hal-hazırda Türkiyə Böyük Millət Məclisinin fayesində burada sərgi təşkil edilib. Operatorumuz Allahverdi Məmmədov göstərir. Bir qədər əvvəl tədbir iştirakçıları bu sərgi ilə tanış oldular. Fotoşəkillər Xocalı gecəsinin dəhşətlərini bir daha tədbir iştirakçılarının gözü önündə canlandırır. Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun Azərbaycanın Ankaradakı səfirliyin dəstəyi ilə təşkil etdiyi tədbirdəyik və Türkiyə Böyük Millət Məclisinin himayəsi altında bu tədbir keçirilir. Qeyd etmək lazımdır ki, Türkiyə parlamentində təmsil olunan bütün siyasi partiyaların fraksiya rəhbərləri, millət vəkilləri, nüfuzlu siyasi dairələrin təmsilçiləri iştirak edirlər. Hal-hazırda toplantı davam edir. Tədbir iştirakçıları qeyd edirlər ki, Xocalı soyqırımının qurbanları heç vaxt unudulmayacaq. Acımızı təsəlli verən bir qədər hadisə ondan ibarətdir ki, hal ondan ibarətdir ki, artıq Xocalı da bütün digər torpaqlarımız kimi işğaldan azad edilib, quruculuq işləri davam edir. Lakin Xocalı heç vaxt unudulmamalıdır və Xocalı soyqırımını törədən cinayətkarlar öz cəzalarına çatdırılmalıdır. Tədbir davam edir. Biz həm bu tədbir, həm digər anım mərasimləri ilə bağlı ictimaiyyətimizi məlumatlandırmağa davam edəcəyik. Söz yenidən sizdədir. Çox sağ olun Yalçın, ətraflı məlumatları təqdim etdiyiniz üçün təşəkkürlər.